Yarımçıqdır çünki bacımla bölmüşəm. Sam bacı problemsiz. Onu da bacım götürdüyü üçün göstərə bilmirəm. Yaxın əyləşin, saç baxım rutinimi göstərəcəm. Kofemi üçün başlayaq. İlk öncə saç dibimə hansı məhsulları istifadə edirəm, onları göstərəcəm. Biri Lamirin bu serumudur. Bir də bu Body Naturalın rozmarin suyudur. Mən bir gün Lamirin serumunu istifadə edirəm, bir gün isə Body Naturalı. Hər ikisi saç tökülməsinə qarşıdır. Saç diblərini tətbiq edib, sonra yüngülcə dəriyə yedirmək lazımdır. Saçınızda kəpək problemi varsa, salisilik asidli bir tonik istifadə etsəniz, kəpəklər azalacaq. Saç uclarıma Ordinarinin hyaluronik asidini istifadə edirəm. Nəmi uzun müddət saxlayır. İstifadə edəcəm saçlarım hazır nəmli ikən. Keçək saç uclarına baxıma. Tresanın 2 fazalı belə bir spreyini istifadə edirəm. Həm saçları nəmləndirir, yumşaldır, həm də istidən qoruyur. Parfuzu isə tanımayan yoxdur, bir formadadır. Saç uclarımı nəmli halda tətbiq edirəm və ondan sonra forma verirəm. İndi saçma da parfüm istifadə edirəm. Məndəki bu parfümdür, qoxusunu çox bəyənirəm. Bu qədər həm əyani olaraq göstərdim, həm də digər məhsulları da sizlə bölüşdüm. Sizin saç baxım rutininizdə hansı məhsullar var? Bölüşün mənimlə, bəlkə mən də rutinimə əlavə edərəm.